Simbiotik nəzəriyyədir. Simbiotik nəzəriyyədir. Diqqətlə şəkilə fikir versəz, bayaq mən dedim ki, yadınızdadır ilkin hipotetik qazlar, oradan amin turşuları, oradan proteinlər, oradan konservatlar, oradan nukleoproteinlər, oradan kim? Oradan artıq ilkin heterotrof canlı, probiont. Probiont yaranır. Həmin probiont, müəllimlər, probiont, belə deyim, 5 şaxəyə, başlanğıc deyim, belə deyim də, 5 şaxəyə ayrılır. 5 şaxəyə ayrılır. Bu şaxələrdən biri, heç bir şeylə, belə deyim də, nə simbiozluğu olmur, heç nəyə başlanğıc vermir. Görürsünüz, sanki kör şaxədir. Görür şəkildə hamı. Sanki kör şaxədir. Bu belə. İkinci şaxəsi DNT-yə malik olan anaerob heterotrofdur. Yəni probiontun, yəni ilkin heterotrof canlının DNT-yə malik anaerob heterotrof canlı ilə simbiozundan spiroxetə oxşar bakteriyalar yaranıbdır. Spiroxetə oxşar nə deməkdir? Yəni qamçılı bakteriyalar yaranıbdır. Biz nə deyirik? İlk canlıları bakteriyalar götürmürükmü? Özdə niyə qamçını ən qədim orqanoid götürürük? Bax, buradan yaranır. Qamçı, bax budur. İlk qamçılı bakteriyalar spiroxetə oxşar bakteriyalardır. İndi buralarda bizə lazım olacaq bu spiroxetə oxşar bakteriyalar. Deməli, spiroxetə oxşar bakteriyalar probiontun DNT-yə malik anaerob heterotrof yaşayan bir varlıqla birləşməsindən, simbiozundan yaranıbdır. Bu belə. Üçüncü şaxəm probiontun siyanobakteriya ilə simbiozundan. Siz bilirsiniz ki, bakteriyaların içərisində siyanobakteriyalar, yeganə bakteriyalardır ki, ətraf mühitə oksigen xaric edir. Düzdür? İlk növbəyə gərək oksigen xaric olunardı ki, digər canlılar yaşaya bilərdilər. Yəni, canlının yaşaması üçün aerob tənəffüs yaranmalıydı. Yadınızda saxlayın. Probiontun siyanobakteriya ilə simbiozundan xloroplast orqanoidi yaranmışdır. Aha, orada mən keçəndə yadınızda nə deyirdik? Deyirdim xloroplastın tərkibində halqa şəkilli DNT var. 2 orqanoidin tərkibində halqa şəkilli DNT var. Bir mitoxondrinin, bir xloroplastın. Kimdəki kimi? Bakteriyadakı kimi. Gördünüz əcdadı hardan gəlir? Çünki xloroplast nədən yaranıbdır? Probiontun siyanobakteriya ilə simbiozundan yaranıb ki, həmin xloroplastdadır. İbtidai bitkilərdə ali bitkilərə başlanğıc veribdir. Gördünüz bitki necə yaranıbdır? Gördünüzmü necə yarandı? Kimlə? Probiontun siyanobakteriya ilə simbiozu başlanğıc verir xloroplastda. Amma bu xloroplastda buradan spiroxetə oxşar bakteriyalar da qoşulur. Bax, bayaq dedim, bu bizə lazım olacaq. Bu da buradan qoşulub simbiozluq yaradır burada. Aləm qarışır bir-birinə. Simbiozluq yaradır mütləq. Və o, ibtidai bitki, ona görə görürsünüz, xloroplastları ancaq kimin tərkibində rast gəlmək mümkündür? Bitkilərin tərkibində görürsən sən. Yeganə bitkilərdə görürsən xloroplastı. İkinci elə bir nə göbələkdə, nə heyvanda, nə heç nədə sən xloroplast görmürsən. Aydındır? Və ibtidai bitki, demək bitki belə yarandı. Üçüncü şaxəsi də belə getdi. Keçək dördüncü şaxəyə. Probiontun aerob, bax, mən indi o qədər qara-qura eləmişəm ki, burada, bax, aerob oksidləşdirici bakteriyalarla simbiozundan, görürsünüz, əksəriyyət bakteriyalarla simbiozudur probiontun. Bakteriyalar xeyr arasında yaranmışdı. Baxın, bakteriyalarla simbiozundan aerob oksidləşdirici bakteriyanın başlanğıc verdi mitoxondriya.
Niyə mitoxondrinin tərkibində halqa şəkli DNT var bakteriya kimi? Demək, mitoxondrinin əczadı kimdir? Aerob oksidləşdirici bakteriyadır. Bu bakteriyanın halqa şəkli DNT-si giribdir mitoxondrinin tərkibinə. Niyə Golgi kompleksinin, niyə endoplazmatik şəbəkənin DNT-si yoxdur? Yoxdur. Çünki bunların simbiozu yoxdur. Ora gedib bakteriya qoşulmayıbdır. Aydındır? Və yenə də görürsünüz, spiroxetə oxşar bakteriyalar yenə qoşulur bura, simbiozluq yaradır və artıq mitoxondri iki aləmə başlanğıc verir. Heyvanlar və göbələklər. Görürsünüz? Hər ikisinin tərkibində mitoxondri vardır. Deməli, mitoxondri birbaşla başlanğıc verir neçə aləmə? Göbələklər və heyvanlar aləminə başlanğıc verir. Və nəhayət probiontun bunu aerob yox, anaerob bilirsiniz müəllimlər. Anaerob bakteriyalarla simbiozundan isə güman olunur ki, müasir xemosintez edici bakteriyalara başlanğıc vermişdir. Aydındır? Deməli, bir daha yekunlaşdırıram. İlkin heterotrof canlı, hansı ki o ardıcıllığı mən sizə burada verdim də. Baxın, buradan bu ardıcıllıqla gəldim, doğrudan da sübut eləyirəm də. Bax, buradan bunu yaratdım, buradan bunu yaratdım, bundan bunu. İlkin heterotrof probiontun dalıncan artıq bu sxemə keçirəm. Probiont 5 dənə şaxəyə ayrıldı, simbiozluq yaratdı. Birinci DNT-yə malik anaerob heterotrof, bu spiroxetə oxşar bakteriyalara. İkinci, heç nəyə simbioz yaşayıblar, amma heç nəyə başlanğıc verməyibdir. Üçüncü, əvvəlcə bu tərəfə, sonra qaydasız bu tərəfə. Sianobakteriya, çünki oksigen yaranmalıydı canlı yaşaması üçün. Probiontun sianobakteriyanın xloroplastlar oradan bitkilər aləminə. Probiontun aerob oksidləşdirici bakteriyaların simbiozundan mitoxondriyə, mitoxondrida 2 aləmə. Probiontun nədir bunun adı? Anaerob oksidləşdirici bakteriyalarla simbiozundan müasir xemosintez edici bakteriyalara başlanğıc verməsi güman olunur. Bax, bu sizin simbiotik nəzəriyyəni əks etdirən sxeminizdir.